Nyu-Yorkda federal həbsxanada saxlanılan Venesuela prezidenti Nicolas Maduro və həyat yoldaşı Silvia Flores ilk dəfə Venesuela xalqına müraciət edərək onlara dəstək olduqlarına görə təşəkkür ediblər. Yenavaz.com xəbər verir ki, onların bəyanatı şənbə günü Maduronun Facebook səhifəsində dərc edilib. Stat: Məktublarınız və dualarınız bizə çatıb. Hər sevgi sözü, hər qayğı jesti, hər dəstək ifadəsi ruhumuzu qidalandırır və bizi mənəvi cəhətdən gücləndirir. Statın sonu: Cütlük həmvətənlərini ölkədə sülhü qorumaq, milli birliyi gücləndirmək, barışıq, bağışlama və birləşmə üçün səy göstərməyə çağırıb. Stat: Heç kim dialoq, birgə yaşayış və hörmət yolundan yayınmasın. Çünki bu vətən yoludur, xeyirxahlıq yoludur. Statın sonu: Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi hədəflərə hücum edərək prezident Nicolas Maduro və həyat yoldaşı Silvia Floresi girov götürüb. Onlar narkotik qaçaqmalçılığında iştirak etməkdə ittiham olunurlar. Maduro və həyat yoldaşı günahsız olduqlarını bildiriblər. Maduro dövründə icraçı vitse-prezident vəzifəsində çalışmış, Delcy Rodriguez Venesuelada dövlət başçısı vəzifəsini icra edib.